Niyə görə bugün dünyada qanunlar çoxdur? Çünki insan köklənib keçici həvəslərə, bu həvəslərə köklənən insanı da cilovlamaq üçün gərək onu qanunla mühasirəyə alasan. Peyğəmbərlərin əsas davası qanunların çoxluğu ilandır. Gəlib, mən bunu sizə dəfələrlə demişəm, ailə münasibətlərdə başlayıb qanunlarla tənzimlənməyə, nikah müqaviləsi, müqavilədə imzalar artdıqca, şərtlər çoxaldıqca boşanmalar da çoxalır. Axı, ailə qanunla idarə olunmaz, əzizlərim. Qanun var ya ailə üçün. Bir neçə din qanun qoyub ki, qalan şeylərin məhəbbət, baxışın düzlüyü, güzəşt, başqa şeylər idarə etməlidir. Niyə görə belə gəlib olub? Bu qərb dəyərlərinin əsas eybidir ki, insanı kökləyib qısa müddətli, keçici, ani mənfəətə, ləzzətə. İqtisadi məsələlərdə də belədir. Əleyhissalam tövsiyə edirdi, bacardığınız qədər muzd almayın, maaş verin. Kiminsə işçisi olmayın, iş sahibi olun. Görürsən ki, insan üçün biri gəlir, İmam Sadiq əleyhissalama deyir ki, mən 200 dirhəm özümün iş təşkil eləmişəm, gəlirim 200 dirhəmdir. İndi mənə iş təklif edirlər. O dövrdə də vardı ki, hansısa bir iş görüm, 200 dirhəm maaş alım. İmam dedi, heç bir vəzifədən razı olma. Kimdənsə maaş almaqdan daha yaxşısı özünün iş sahibi olmaqdır ki, bu istedadları çiçəkləndirir. Düzdür, bunun riski çoxdur. Orada risk azdır. Amma o risk özü insanda olan o istedadları çiçəkləndirir, inkişaf etdirir. Sözümü bitirirəm. Bugün təəssüflər olsun ki, dindarlar uzaq görənlik xüsusiyyətindən məhrum olub. Əlbəttə, hamıya aid eləmirəm. Bir qism dindarlara aiddir. Ona görə çox şeyləri zamanında anlaya bilmirlər. Hərçənd ki, din başdan ayağa insanları gələcəyə istiqamətləndirir. Nə qədər uzağı görə bilsən, bir o qədər dindarsan, bir o qədər mənəviyyatlısan, bir o qədər ağıllısan. Və imamların həyatına baxın, imamların üstünlüyü bundadır ki, cəmaatın görmədiyi uzaq nöqtələr onlar görürdülər. Xanım Fatimə Zəhra fəryad eləyəndə Mədinədə, cəmaat elə bir qadının emosiyalarıdır da, əsəbləşib, narahatdır, atasını itirib ağlayır. Həzrəti Zəhranın o fəryadı tarixə müraciət idi. O zamanın insanlarına müraciət idi. Çünki o görürdü ki, onlar hansı uçuruma gedirlər, hansı səhv yolda gedirlər və görürdü, bunun nəticəsini görürdü. Bu bir ağıllı, uzaq görən ananın fəryadı idi ki, görürdü ki, övladları hansı səhv istiqaməti götürüb gedirlər və çıxışlarına da baxın, bu bir ancaq emosional bir hal deyildi. Vay, atam rəhmətə getdi, atam belə oldu, ərimi, məsələn, hüquqlarından məhrum elədiniz. Xeyr, onun əsas yanğısı cəmiyyətin qısa müddətli mənfəəti götürüb uzun müddətli ziyana uğraması idi ki, cəmaat onu başa düşmürdülər ki, axı sən nə istəyirsən, niyə ağlayırsan, nədir buna səbəb?